Salam əziz izləyicilər. Bugün süfrələrimizin bəzəyi olan sərinləşdirici doğramaç hazırlayacağıq. Əvvəlcə öz bağımızdan olan xiyarları təzə-təzə dəririk. Xiyardan sonra isə sıra gəldi şirin bibərlərə. Şirin bibər doğramaca həm gözəl rəng, həm də fərqli bir dad qatır. İndi isə keçirik göyərtilərimizə. Əlbəttə ki, doğramacın olmazsa olmazı o möhtəşəm ətri ilə fərqlənən reyhandır. Təkcə qara reyhanla kifayətlənmirik. Yanına biraz da təravətli yaşıl reyhan əlavə edirik. Bu iki reyhanın birləşməsi doğramaca əla bir ətir və dad verəcək ki, doymayacaqsınız. İndi isə keçirik hazırlanma qaydasına. Qatığın üzərinə təxminən 2 stəkan soyuq su əlavə edirik. Yayda tam sərinlətməsi üçün suyun buz kimi soyuq olmasına diqqət edirik. Çırpıcı ilə qatığı yaxşıca açırıq. İndi isə tərəvəzlərimizi doğramağa başlayırıq. Xiyarları və şirin bibərləri incə-incə xırda kublar şəklində doğrayırıq. Reyhanları da eyni bu qayda ilə doğrayıb qatığın üstünə əlavə edirik. Göyərtiləri və tərəvəzləri əlavə etdikdən sonra zövqə görə duz tökürük. Sonra isə bütün ərzaqları bir-biri ilə yaxşıca qarışdırırıq. Və sonda möhtəşəm sərinləşdirici doğramacımız artıq hazırdır. İsti günlərin ən gözəl qidası, buz kimi təbii doğramac. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.